Salam, videoma xoş gəldiniz. Bugün sizlərə yeni kəşf etmiş olduğum integraldan danışacağım. Bu video xüsusi olaraq universitet istəyən müəllimlər üçün və yaxud da tələbələr üçün və yaxud da bu işlə məşğul olan insanlar üçün hazırlanıbdır. Yəni bu integraldan sonra artıq elm tarixində yeni bir səhifə açıla bilər. Necə? Yəni indiyə qədər kəşf olunmuş olan fizikaya baxsaq, neçə bölməyə bölünür? Birinci ondan başlayaq da, ən sadə prinsipdən. Birinci fizika olaraq klassik fizika. İkinci fizikamız relativistik fizika. 3 kvant fizikası. 4 nüvə fizikası, 5 astrofizika, sonra injinier fizika, yəni mühəndis fizikası falan filan hamısı uzanıb gedir. İndi burada iki nəsil əsas bizim gözümüzə cəlb edən, özümüzü cəlb edən bir şey. Birinci və ikinci olan klassik fizika, relativistik fizika. Bu ikisi nədir? Klassik fizikadan relativistik fizika əslində birinci Newton tərəfindən daha çox gəlişdirilən, yəni ən çox digər Newton adına tanınır. İkinci isə relativistik fizika, Albert Einstein daha çox tanınır. Məslində burada daha digər alimlərin də kəşflərə əlaqəsi var. Bu ikisinin digər bir adı isə general relativistik fizika, yəni general ümumi olan, bir də special, xüsusi olan relativistik fizika, nisbi nəzəriyyəsi bizim dilimizdə tərcümə etsək, bu fizikadır. Bu ikisi arasında eyni kəsin izah edir, relativistik fizika keçirməkdə öncə buna. Arasında gələk çoxlu çevirmələr lazımdır, transformalar, matrix çevirmələri, falan hamısı lazımdır. Və bu aparmaq, relativistik fizikanı kəşf etmək Albert Einstein tərəfindən atılmışdır. 1905-ci ildə məqaləsində göstərilmişdir. Patent ofisində işləyəndən Albert Einstein bunu göstərəndə çox həqiqətində digər tərəfə sevilmişdir və bunun gelişdirilməsi, daha sonra yaratması 15 il almışdır. Nə üçün? Sırf E bərabər mc kvadrat bölünsün, kök altında 1 bölü v kvadrat bölü c kvadrat edir. Və bizim bu görmüş olduğumuz bütün bu fizika qanunları, bütün bu kitab, yəni tam olaraq bu kitab, yəni baxanda bu kitab nə üçün lazım idi? Elektrodinamik yazıla bilər, əslində fizikada da, yəni bu şeydir. Relativistik fizikada, burada xüsusi nisbi nəzəriyyəsi yazılır. Onun üçün. Yəni bu qədər, yəni mən sadələşdirib bilməliyəm. Nə bilməliyəm? Bunu eləməkdən ötürü. Birinci Lagrange tənzini bilməliyəm ki, enerjiləri ikisini fərqini götürüb oradan tapmaq, ən kiçik təsir prinsipini falan tapmalıyam, variasiya prinsipini tapmalıyam, sonra matrix çevirmələri deməliyəm, ortogonal matrixlər falan filan deməliyəm, sonra labit funksiya olan bettanı bilməliyəm, sonra 2 dənə matrixin hasilini falan deməli olar ki, Mikrovski fəzası, hər şey bilməliyəm da, reziddə hər şey bilməliyəm. Klassik fizikaya bilməliyəm. Burada isə klassik Newton tənliklərini, Newtonian sistemi bilməm lazımdır. İndi gəlin buradan başlayaq, birinci bunu integral olmağa və bu iki sistemi bir-birinə birləşdirək. İkisini ayrılmaz parça eləyək. Bunun üçün sizcə lazım gəlir. Birinci sistemdən başlayaq, nə ilə izah olunur? Birinci, mən fərz etdiyim ki, hər bir sistemin bir son nöqtəsi var. Yəni, əgər koordinat sistemi içərisində, ikili koordinat sistemi, Y koordinat sistemi, X koordinat sistemi. Funksiya çevriləndə həmişə bir son nöqtəsi olması lazımdır, bir XM nöqtəsi. Nə deyir? Və biz bu diferensiyel kim tərəfindən kəşf olunmuş? Birinci ona bir fikir verək. Leibnizdən Newton tərəfindən kəşf olunub. İkinci dəfə daha irəliləşdirilib fractional geometry ilə fractional calculus adı verilən Euler tərəfindən kəşf olunmuş bir düsturdan istifadə edir. Düstur yəni formulalardan istifadə edir, düstur deyil, formulalardan istifadə olunur. Və bunlar nə nəzərdə tutmuşdur? Ən çox da Euler baxanda görürük ki, o kainatın sonsuzluğuna inanırdı. Amma məsələn, indiki kainata baxanda kainatın bir sonu var, bir başlanğıcı var. Big Bang adı verdiğimiz başlanğıc, bir crash adı verdiğimiz böyük patlama, böyük sonlanma adına sonu var. Yəni bu son varsa bunun XM, yəni son nöqtəsi olması lazımdır. Və biz bu transformalardan aparanda buna xüsusi nəzarət yetirir ki, sonunu götürməm lazımdır. Buradan da bir X nöqtəsi götürürəm. Buradan da yine transformanı çevirib XM. İndi görə bilərsiniz, deyə bilərsiniz ki, bu bir-birinə bərabər deyil, amma fərz edirik. Buradan da bilək ki, bir funksiyanı seçdim. Buradan S olar. Buradan da S'yi götürsəm, X-lə taraf götürsək, X funksiyasını. Buradan mən bu nöqtədən bu çevirmə aparsam, buraya təkə desəm, bir də bu müstəfi, gördüyünüz bu müstəfi iki adlandıra bilərsiniz. Bir hiperbolog trigonometriya ilə və yaxud da ki, adi trigonometriya götürə bilərsiniz. Digər funksiyanın bu hissəni siz özünüz nə adlandıra bilərsiniz? Adını verə bilərsiniz ki, bu koordinat sistemi kompleks olsun, digər sistemi isə adi real hissə olsun, hesablayasınız və qabaqdan x bölünsün, xm, gördüyünüz bu hissə qalır. Bu hissəni əlavə eləməsəm, sadəcə x üçün eləsəm. Bu ikisinin nisbəti tangensə bərabərdir. Tangens h, yəni h da hiperbolog deməkdir. O da kvadratını alsam, kosinus h.
Kökəltdə 1 minus tangis kvadrat h teta üçün ala bilərəm. Buradan da x bölü x-əm idi. Yenə onu aldım və bu hissəni tapmaq üçün mən bu funksiyanın x-i buradan götürə bilərəm. Və biz bunu cx eləsə, yəni c dəfə artırsaq, bunda fx funksiyamız c integral desək ki, c bu şəkildədir. Fx funksiyası yəni dx-dir. Və kök altında 1 minus x kvadrat bölü xm kvadrat. Bu şəkildə yazılır. Və bu c-ni içəriyə daxil edəcəm. Funksiya bu hala dönər. Və biz də bana nəhayət bir hal desək, bunu fx desək. Şimdi gəlin bunu sonsuz seriyə, sonsuz dəfə davam etdirilmiş halın başlanğıcı olaraq götürə bilək. Bunun üçün yenə bir fərziyyə yazıyorum. Yəni fərziyyə edirəm ki, bir dənə sistem uydururum. Fn funksiyası götürürüm. Bir fn funksiyası. Fn x-ə bağlı bir fn funksiyası. Deyirəm ki, bu fn funksiyası hər dəfə sonlanmış bir funksiya şəklində yaza bilərəm. İntegral yazıb onu sonlanmış integral şəklində yaza bilərəm. Yəni sonlanmış bir şeyə mən deyim ki, bir qam olsun. Bu qamı sonlandırır. Bilmirəm, fərz edirəm ki, bu qamanı tapmadıq buradan. Onda nə deyir? Sıfırdan yenə bir x-ə qədər toplayıram. Bu dəfə fn minus 1 x dx deyirəm. Çünki bu niyə oldu? Çünki x dəyişirdi. Bu x dəyişir deyə sonlandı. Deməli, x dəyişir də sonlanırsa, fn minus 1 dəyişsə, o zaman belə yaza bilərmi? Əlbəttə yazılır. Çünki biz bir məhdəlik qoymalıyıq. O zaman qamma, integral sıfırdan x. Belə qamma, integral sıfırdan x olsun, bərabər olsun deyək. Fəzləyək. Heç olmaz. Fn minus 2 x dx. 2 dəfə integral olmaq üçün. Əgər mən bu n-i n dəfə aparsam, yəni n minus 2-də n dəfə bu n minus 1 n dəfə aparsam, nə olmuş olar? Bu axırda bir sabiti gedər, yəni c dx olur, bir sabit ədədə dönmüş olar. Bu sabiti dönəndə göstərim. Qamma integral c dx. Bu hansı hala döndü? Bu hala döndüm yenə. Buradan yenə göstərmişdim mən bəlkə. O hala döndü mü? Yəni bu deməkdir ki, biz yenə başa qayıtdıq. Qamma nə idi başdakı? Kök altında 1 minus v kvadrat bölü x kvadrat bölü xm kvadrat idi. Deməli bu n dəfə olunsa bu şəkildə düşə bilər. Bu n dəfə addım. N addımdır bu. İndi gəlin burada riyazi düstur şəmiyyə, riyazi qayda kimi aparılır. Ondan sonra fizika tətbiq edir. Fizikanızı tətbiq edir. Sonra baxaq. İndi deyək ki, buradan bir funksiya götürək. Məsələn, belə bir funksiyamız olsun və bu sonsuza desin nöqtədə. Yəni bu xm'imiz artıq burada çöksün ama bundan sonra olmasın. Bu isə boş soxluqdur, yoxdur. Şimdi ben buradan bir x nöqtəsi olsun. Yəni ki, bu nöqtədədir, ikinci funksiya. Başlanğıc funksiyası isə x0 bu nöqtədədir. Bizə lazım olan bu hissəni tapmaqdır, bu ara hissəni. Bunu necə tapa bilərəm? Klasik riyaziyyatda nə deyir? Klasik riyaziyyat fikrindən gedək, oradan sonra irad etdirək. Nə idi klasik riyaziyyatda? x0-dan x-ə görə integralıyanda hansı bir fx funksiyası olsun? Fərz edək ki, bu fx funksiyası bükülüb bu hala gələk fx funksiyası olubdur. Bunda mən bunu x0, 0, fx, adı riyaziyyatdadır. 11-ci səhvədə keçirik bunu. Buradan göstərim sizə. Bu məntiqdən deyilir. Cevap bilmirik, daha bunu artıq. Şimdi bu nöqtəyə gəlir, bu nöqtəyə çatırıq. İndi bu eyni şey demək, bunu mən mənfi sıxqavağa çıxarıb. Səhətləri dəyişə bilərəm? Bəli. Onda nə olur? İntegral 0-dan x-ə fx dx minus integral 0-dan x 0 dx. Bəli. Eyni şəkildə oldu. İndi gəlin bunu bükülmədə göstərəm. Həmən bükülmənin üstündə göstərəm. Şimdi mən eyni formulu bükülmədə eləsəm və mən bundan əvvəl də belə bir qeydiyyat yaparım. Deyim ki, qamma, qadanda qamma olan bir funksiyanı öncəliklə deyək ki, adlandırma bilək. Fx beta çeşini qısa şəkildə yaza bilək. Deyək ki, beta belə olan bir integral bu şəkildə düşür. Onda eyni formul yenə işləyər. Yəni, hər hansı bir x0-dan x parçası arasında olanda bu parça 0, x-lə 0 arasında, x0-dan 0 arasındaki parçanın integralları birbirindən sıxılır. Onda yine bu parça arasındaki betalı integral parçalanıp x0'dan yerine koy belli. 0 olsun bura. X daha bilirdik, daha evvelden bilirdik. Beta x minus integral 0'dan x0'a fx dx. Şimdi ben bu integral alanda dx götürdüm yine. Buradan dx diyorlar. Beta x de bu. Yine qabaqdakı beta x çıxarır mı? Çıxaranda ne demişdi? Üst hissəni götürür də, yəni üstdəki sərhədi götürür.
deməli 1 bölü kök altında 1 minus üstəgəl x olduğu üçün x kvadrat xm kvadrat bu integral 2 olsun x sıxılsın kök altında 1 minus x0 kvadrat x kvadrat m x0 və yaxud da siz bu integralları x0-dan x1-ə, sonra yəni x1-dən x2-yə belə yəni ayrı-ayrı toplasanız, yəni görərsiniz ki, bu hissə çıxır. Və digər adlandırma ilə bu nöqtə artıq hamısı bir-birinə apardığı üçün yenə bu nöqtədə bir bükülmə var. Bu integralın bu nöqtəsində bir bükülmə var. Yəni elə bir bura kimi gətirsiniz, hesablamışsınız. Burada bir bükülmə var idi. Sonra bura kimi hesablamışsınız. Yəni bu hissədən bura kimi hesablamışsınız. Birinci toplam. Sonra burada bükülmə də var idi daha. Sonra buradan da tez-tez hesablamışsınız. Bunu nəzərə almayaraq. Burada bir bükülmə tapmışsınız. Bu ikisini çıxırsınız, arada qalan bükülməli hissəni tapırsınız. İndi keçək fizikada bunu tərtib edək. Bunu belə etdik ki, çünki sənəd dəyişmələri olur. Həmişə sıfırdan x-ə qədər toplanmır. Yəni bu sistemdə mən fx-ə bir məhdudiyyə qurmamışam. Yəni demişəm ki, fx, bu cx-dən və dx-dən başlayır. Yəni bir sabit vurulsun dx-dən. dx-dəki x bir dəyişən olur, hansı bir variabledır. Ona görə istədiyim şəkildə tapa bilərəm. İndi bizə klassik fizikaya, relativistik fizikaya baxaq. Relativistik fizikanın birinci impulsundan başlayaq. P relativistik bərabər mv kök altında 1 minus v kvadrat z kvadrat. Klassikdən Newtonian deyək. Newtonian da bərabər mv. Klassik fizika, relativistik fizika deyir ki, v-yə çox kiçik olarsa, yenə bura dönər. Aha, bunu deməli mən üstündə də birləşdirməliyəm. Eyni şəkildə bunun demədiyi bir şeylər də var. Enerji də bu deyə bilmir. Çünki niyə deyə bilmir? Bizə nə lazımdır? Taylor seriyası lazımdır. Taylor seriyasının lazımdır ki, biz onu kiçik-kiçik, bu v-nin çox-çox kiçik olduğu vaxtlarda bunu 1 minus 1 bölü v bölü 2z kvadrat bölü 100 nöqtə digər hissələrin sıfır nəzərə alsaq, yine buradan keçirə bilirik də klassik fizikaya. Amma bunu belə istəmirik. Sadəcə biz integralda görmək istəyirik. Çünki nədir? Vahid nəzəriyyə bunu istəyir. Vahid nəzəriyyəni birləşdirək. İndi fərz etdik ki, yine birinci integralda gəlib. M var, V var. Həm də bu şəkildə nəzəməliyik. Yəni fizikasılar istəyir ki, bir formula yazanda, məsələn, enerji yazmaq istəyirsə PDV olsun. Əgər impuls tapmaq istəyirsə MdV olsun. Yəni biz bu formulu belə eləyək. Onda P deyək ki, biz P bərabərdir P. İntegral sıfırdan V'yə qədər M beta V. Sadəcə diferensiyasiyonu dəyişdik, istədikləri ara saldıq. İstədikləri halda. M kütlə sabitdir. Sabitdir, niyə heç dəyişmir də, sürətə görə dəyişmir. Dəyişmirsə, qabağa betadan bayaq dediyim kimi 1 bölü kök altında 1 minus v kvadrat bölü c kvadrat çıxır. V kvadrat. Və mv zaten yine mv çıxdı buradan. Bir yerine de mv yazdım. Aldım bunu. Mən deyirəm ki, bayaq dedim ki, v və c, yəni x bölü xm əgər çox-çox kiçiksə, qammanı nəzərə almıram. Qammanı nəzərə almayanda integral döndürür. Yəni m v və yaxud da deyək dv. Buradan gamma çıxdı. Bu gamma 1'dir deyə integral m dv, oradakı mv. Və yaxud da ki, biz kainatı sonsuz nəzərə salırıq, nəzər edirik. Yəni linear şəkildə artır. Newtonun dediği kimi sonsuza qədər gedir də kainat. Bunda mv yenə döndü. Yəni bir şəkildə birləşdirdik. Deyək ki, bu təsadüf olsun, bu təsadüfən çıxdı. Şimdi ikinci integrala baxaq, görək təsadüf bu yoxsa deyil. Biraz təsadüf olmasın. Eğer relativistik kinetik enerji bərabərdir m z kvadrat kök altında 1 minus v kvadrat bölü z kvadrat minus mz kvadrat. Burada bu tam enerji çıxılsın. Sükunət enerjinə baxan gəlir. V'nin sıfır olduğu zamanlar. İkinci relativistik fizika yerinə ödəkədən Newtonian yazılır. Newtonian enerjisi bərabər mv kvadrat bölü 2. Bu aradan çıxır ya f vurusun dE'sinin integral olması, yəni qüvvə ilə yol getdiyi yolun hasili və yaxud da ki, impulsla dV'nin hasili göstərim burada aşağıda. Bu şəkildə tapırıq, bu ala salır. İndi bunu birləşdirən, görək necə də birləşdirən lazımdır. Və nə dedik ki? Dedik ki, belə bu ala düşməlidir da integral. P dV'yə düşməlidir. Şimdi biz D yerine buradan beta'ya keçdik artıq. Beta'ya keçdik. Buradan D'nin tapılıb veya mv kök altında 1 minus v kvadrat bölü z kvadrat. Onu da yerləşdirin yazın. Kök altında 1 minus v kvadrat bölü z kvadrat. mb dv və Newtonian bu artıq beta qabağa gamma kimi çıxa bilər. Çünki bu artıq linear gedir da, yəni linear gedirsə, mən hər dəfə
Bunu yaza bilmişəmsə bu şəkildə V şəklində, yəni düz artaq deyəcək, qammanı qoya bilərəm artıq. V-yə görə dəyişir və sıfırdan yenə V desəm, sərhəd də özüm qoya bilərəm. Bu qamma da buna görə dəyişər və qısaca qamma yazır, uzatmaq istəmirəm tənliyə. Və buradan görürəm ki, bu inteqrallar parında, yəni uzatsam elə kök altında 1 minus V kvadrat bölü V kvadrat, integral sıfırdan V-yə, MV kök altında 1 minus V kvadrat bölü V kvadrat. Gördüyünüz kimi, həqiqətən 10 saniyəlikdir. Bunu əgər bilən bir insan bu V kvadrat 2-yə vurar, buradan mənfiyə də vurur. Buranı U götürər, kök altında U eləyib, buranı açıq tənliyə belə bir cavab olur. MC kvadrat kök altında 1 minus V kvadrat bölü V kvadrat. Siz videoya dayanır, özü tutun. Yəni buradan el şəkli aldım. Mən nə tər döndərəm bu hissəyə? Bunu dönmək üçün bayaq dediyim kimi, əgər buranı yenə sıfıra yaxın götürürsən, bunu gedər bu integral. Buranı baxmaram, buranı da eləyərəm. MV qalır. Burada 1 olar, getdiyim kimi. Onda yenə integral MV dV qalar. Yəni E bərabər integral MV dV. Bu da adi klasik hesablamadır. M çıxsın sonra integral V dV. Üstünü 1 artı 2'ye böl. MV kvadrat bölü 2. Adi riyaziyyatdır buradan sonra. İkisini də şəkildə birləşdirdik. Ha, deyək bu da təsadüfdür. Bu cavabda çıxdı yenə təsadüfən. Gedək biraz da irəliyə gedək. Biraz irəliyə olma gedək. Deyək ki, gravitasiya bükülməsi. Gravitasiyada bükülməsi ilə şey var, potensial enerji, gravitasiya enerjisinə. Buna o ilə yazılır, ona yazırıq bunu. Delta U bərabər integral sıfırdan deyək, yəni E-yə qədər olsun. E, D, F. Bu nefton olsun, nefton yəni. Mənfi G, M bölünsün E. Bu R radiusdur, mərkəzə uzaqlıqdır. Finans P-yə qədər falan. Bu P olsun, bu da ki, gözləsin olsun, hansı seçiriksə. Bu da sabit zaten. İndi relativist fiziğe baxaq. Bu deyək ki, yenə bir bükülmə var, amma bu bükülmə radiusla, kvadratla yox, adı bu şəkildə olur. Kvadratı yox. Və buradan da G mənfi M bölünsün R. Bu şəkildədir. Və mən bunu necə tapıram? Yenə başlayırıq tez integrallamağa, bu tərəfdə. Bu hissədən integrallayırıq. Gerek ki delta U bərabər olsun. İntegral sıfırdan R-ə qədər F beta R və burada tələsib tez R var deyə, R çıxan tez qabağa, burada F var, sabit götür. Çıxar bunun belə bir şey ola bilməz. Çünki baxanda F nə idi? F nə idi? Fizikada. F əlbəttə bərabərdir R kvadrat G M bölü M. Yəni R kvadrat, yəni bu klasik dediyim kimi ya C dx ya da V dx şəklində deyil. Demiş ki, linear atmalıdır, yəni x olmalıdır, x n olmalıdır. N böyükdür 0 və ya da n 0-a bərabər ola bilər, 1 olsun şəklində. O hətta böyüməli getməlidir, göyə qalxmalıdır. Yəni belə olsa artıq əyilmə baş verir, funksiyalar tərs funksiya olmuş olur. Onda mən bunu düz belə V kimi və yaxud da ki, V kvadrat kimi bir funksiya salıb, sonra bu nəyə asılıdırsa ona görə bir integral almalıyam. Və ona görə nə etməm lazımdır? Buradan delta U bərabər. Hər sistem üçün ümumiyyətlə yazıyoruz, heç bir şey etmir. Hərəsində bir integral həll elədik. F-ə nə dedim? F yerinə deyirəm ki, F adi klasik fizikadakı formulunur. Yəni, impulsun zamana görə dəyişməsi, amma bizim sistemdə dəyişməsini götürürəm. Beta T-yə görə dəyişdirirəm, bu yerinə qoyduğum fikirləşin. Bu dəyişən nə olur? V verir. Burada beta P qalır. Yəni, integral V beta P. Artıq bu şəkildə saldıq, mən əvvəlki istədiyim formaya salmışam. Onda P-yə görə dəyişməsi M, V idi, burada V asılıdır. V asılı olan nəyi götürürdü? Əlbəttə ki, V kvadratı ilə götürməliyəm. Yəni, bu artıq hissə, qamma hissəsi. Bu şəkildə salıram. Qamma V, D, P. Bu qamma hissəsi V ilə Z-yə asılı olduğu üçün eyni şəkildə V kvadrat, Z kvadrat, relativistik fizikalda deməkdir. E bölü S deməkdir. Zaten buradan P2-in sürətindən, istifadə etdiyimiz o P2-lərin sürətlərindən o şəkildən çıxara bilər. Hansısı idi o? Gm bölünsün, Gm vurulsun, M bölünsün, R. Bu da V kvadratına bərabər idi, onu tapırdıq. Klasik fizikada da var idi zaten o. Yəni, buna tapanda bu qalanı tapdıq mı? Heç də bu artıq burası lazım deyil, bunu tapdıq da. Çünki nəyə bağlıdır orası? 1 bölü kök altında 1 minus V kvadrat integral. Onda bu hissə dediyimiz şey əslində, bu integralın özüdür. Onda buradan nə çıxır yenə? Mənfi G, M, M bölünsün, E çıxır. Bunu həll eləmiş olduk. İndi zamanın bükülməsinə baxaq. Zaman niyə bükülür? Zamanlı da bir sərhəd olduğu üçün biz onun da sonuna bir Tm qoymaq lazımdır. Bu Tm qoyanda klasik nəzərə edir ki, o nisbətləri uzlamaq lazımdır. Neydi o? T eşitdir bükülmüş nəticədəki yavaşlamış zaman olsun. Yavaşlamış deyəndə, yəni cisim yüksək sürətlərdə gedərkən nəticədə alınmış zamandır bu. Hesablamaq üçün çoxlu təhlükələrimiz var bizim. İndi bunu necə tapırıq?
Yine integral alıram. Beta t edirəm. Və bu integralı alanda belə bir şey fikir etmək lazımdır. Nəyə? Artıq bu sabit var deyək də burada. S yerinə 1 var burada. S bərabər 1-dir. Sabitimiz 1-dir. Və bu integral alanda yenə normalda yenə gamma alıram. Yenə gamma t. Bu gamma t'yə görə bağlı olacaq. Niyə? Bu düzəmansaldır. Deyəsiz ki, bu t deyildi, v bölü z idi. Əlbəttə elə idi. Onda bt bərabər, vtm bərabər, zt. Bunu uydurmaq diye bir şey yoxdur burada. Vtm uyduralım. T bərabər, v bölü z. Tam əksi. V bölü z. Bu niyə? Fərz etək ki, bu tm qədər gedir, yəni son maks sürətlə gedir. V sürətlə gedir, çünki yol tamamlansın bir-birə bərabər olsun. Bu da s ilə t. Bu ikisinin nisbət bir-birə bərabərdir. Bu adi riyazi bərabərlikdir. Buna gətirib deməli mən qabağa yenə bunun yerinə t'lərin nisbəti yerinə zamansal nisbət yaza bilərəm. Bu niyə oldu? Çünki zamanla sürət arasında bir əlaqə var idi. Oradan çıxartdıq bunu, gəldik yazdıq buna. Buna yazdık. Başqa diferensial mövzularında, məsələn, diferensiallayıb bunu integrallayanda 2 dəfə bunun törəməsini ala bilərsiniz. Bu şəkildə integralında yenə həmən cavab bir dəfə düşürəcək. Yəni ola bilər, yenə integrallana bilər bu. Amma bu dəfə də düşürəcək yenə cavab. Bunu nəzərə almaq lazımdır. Başqa hansı var idi? Başqa nə var idi? Ha, bir də belə bir şey var, bəlkə göstərmədim. E bərabər mc kvadrat aldığımızda gördük ki, 2 qat integrallama, gamma. M, dv'nin cırat törəməsi 2'ye bu şəkildə yazmaq. Burada belə bir şey bilmək lazımdır. Əgər bizim həmişə fizikada 2 dənə tağı var. M deyilən sürətə bağlıdır. Bəziləri deyir ki, sürətə bağlı deyil, M invariant bir kəmiyyət. Yəni dəyişmir də, sürətə görə dəyişmir. Niyə dəyişmir? Əgər bu sistem dəyişsəydi, mən bu cavabı ala bilməzdim. Çünki M-i də mən dəyişməsini götürərdim. Bu dəyişməni götürəndə olmazdı. Deyə bilərsiniz ki, bəs buradan belə M ştrix yazıb, integral beta M yazsam, bəli yaza bilərik buradan. Amma bunu yenə M0, M'in kvadratı bölünsün, M max kvadratı olacaq. Bu olmaz çünki niyə? V kvadrat bölüncə kvadratı çıxara bilmirəm buradan. Çıxartsam da aşağısında bir tərəfində 0 verir, sonsuz verir, sistem batdı, getdi. Ona görə olmur bu. Yəni bu olmadı. Ona görə bu sabit götürürəm buradan. Bu sabit götürdüyüm çıxır. Yəni burada artıq mübahisəyə gerək yoxdur. Çünki bu sabitdir. Sabit olmayan dəyərlər isə riyazi bir səhv eləmiş olur. Çünki burada belə bir şey olmaz. Kütləyə görə dəyişmir. Bu formulu çıxarmaq lazımdır. Başqa bir şəkildə də şey var bir də, inersiya sistemlərin transforması. Kanal sistemi və karşılık sistemi var. Bunu tapdırıq. Deyək ki, bir betadan aldım. X ştrix bərabər beta x plus v d beta t. İntegralı aldıq deyək buradan integralı. Yeni integralı nə var? Bu artıq normalda x var deyə bilirsiniz ki, x yeni olanda v bölü kvadrat böləcək. Çünki bağlılıq var da, yəni artıq etməyə ihtiyac yoxdur. Buradan bağlılık var diye. Çünki altında 1 minus v kvadrat böləcək kvadrat, v kvadrat böləcək kvadrat. Buradan x'i götürürəm, plus. Yine buradan tapmışdım diye. V kök altında 1 minus v kvadrat böləcək kvadrat. Bu ikisini nəyə götürdük? Bu şəkildə yazmış olduq. Başqa da həcm şəklində yenə buradan L tapırsan, L tapılırsa həcmdə də eyni şəkildə bölünür. Oran tapmaq olur. Yəni həqiqətən baxdığımızda cismin həm ölçüsündə, məsələn bunu atsam bir tərəfə 2 dənə x0 deməsəm, ikisinin çıxılmasından ölçüsünü tapa bilərəm. O bükülməni tapdım. Buranın bükülməsini tapdıq. Sonra gravitasiya potensial enerjisinin də bükülməsindən nə alınırsa tapdıq. Yəni eyni şəkildə eyni formulları hesablamaq üçün lazım olan bilgilərimiz, yəni başlayırıq birinci məktəbə, 6-cı sinifdə deyək, öyrənirik, başlayırıq 11-ci sinifdə biraz öyrənirik, universitetdə biraz rəzəl öyrənirik, o rəzəldən keçirik. Fizikaya keçirik, o fizikanı öyrənirik, nəticədə buna kimi gəlib çıxmaq var. Onun yerinə 10 saniyə hərəsində verib tak bitdi. Yəni başqa heç bir şeyə ehtiyac yoxdur. Sadəcə bu teoremlərə artıq baxıb dəyərləndirmək lazımdır. Bugünkü video bura qədər. Əgər daha çox məlumat almaq istəyirsinizsə kanaldan əlaqə saxlaya bilərsiniz.